44 günlük vətən müharibəsinin ardınca əldə etdiyimiz möhtəşəm qələbədən sonra işğaldan azad olunan bütün ərazilərimizdə intensiv şəkildə bərpa, quruculuq və yenidən qurma işləri aparılır. Həmin ünvanlardan biri də elə hazırda olduğumuz Cəbrayılın giriş qapısı sayılan Şükürbəyli kəndidir. Burada artıq 1042 ailənin məskunlaşması üçün fərdi yaşayış evlərinin layihələndirilməsi prosesi baş tutub, 635 mənzil isə tikilib. Eyni zamanda burada əhalinin rahat yaşayışı üçün, təhsil alması üçün məktəb də tikilib istifadəyə verilib. Onu sözlə ifadə etmək olmur. Hiss həyəcan, ilk torpağa qədəm basanda həqiqətən də çox böyük kədər. Bir tərəfdən sevindim, çünki mən şəhid qardaşıyam. Minnətdarıq, təşəkkür üçün bu böyük şəraiti bizə yaratdılar. Əvvəlki kəndimizdən də yaxşı, müasir qəsəbə saldılar, şəhər saldılar, çox böyük işlər görüblər. 360 yerlik məktəb, 2 ədəd hər biri 80 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, 350 yerlik klub, musiqi məktəbi və bunu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, işğaldan azad olmuş ərazilərdə Şərqi Zəngəzurda nəzərdə tuturam. Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında həyata keçirilən layihələr çərçivəsində ilkin olaraq ilk dəfə Şükürbəyli kəndində musiqi məktəbi də tikilmişdir. Artıq Qarabağ yollarında hərəkət edən sakinlər dağıntılar deyil, tikinti texnikaları, yeni məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və yaşıl enerji layihələrinə şahidlik eləyirlər. 330 kilovoltluq müasir tipli rəqəmsal yarım stansiya inşa edilmişdir. Eyni zamanda bu yarım stansiyanı və istehsal olunacaq, günəşdə istehsal olunacaq, deməli, generasiya güclərinin ölkənin ümumi enerji sistemi ötürülməsi üçün 7,5 kilometr məsafədə 330 kilovoltluq 2 dövrəli hava elektrik verilişi xəttinin çəkilişi həyata keçirilmişdir. Və təbii qaza qənaət və eyni zamanda ölkədə yaşıl enerjinin payının artırılması bu əsas prioritet məsələlərdən biridir. Cəbrayılda yenidən qurma layihəsi çərçivəsində görülən işlər sırasında ilk xəstəxananın tikintisi də sürətlə davam etdirilir. Layihənin 55% icra olunmuşdur. Ümumi tikinti sahəsi 26 min kvadrat metrdir. Əsas bina və parkinqa binaları 4 mərtəbə və zirzəmidən ibarətdir. Köç başlanılıb və bu köç dinamikasına uyğun olaraq əhaliyə tibbi xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə biz parkinqa binasını və əsas binanın birinci mərtəbəsində yerləşən şüa diaqnostika və funksional diaqnostika şöbələrini daha əvvəl istismara hazır eləmək planlaşdırmışıq. Şərqi Zəngəzurun dilbər güşələrindən hesab edilən Zəngilan bir neçə gün öncə öz doğma sakinlərinə qucaq açdı. 104 mənzilli birinci yaşayış kompleksi istifadəyə verildi və indiki məqamda da müasir standartlara uyğun şəkildə inşa edilən bu ərazidə sakinlərin yaşayışı təmin olunur və baş plana uyğun olaraq irəlidəki illərdə Zəngilanın əsas mərkəzi məhz bu ərazi olacaq. Mayın 10-da ölkə başçısı bu şəhərin açılışını etdi və ilk sakinlərə evlərinin açarını verdi. Ondan dərhal sonra 59 ailə burada məskunlaşdı və bugün siz gəldiyiniz gündə daha 5 ailə bura köç edib. Burada 12 binadan ibarətdir yaşayış kompleksi və bu binalardan 8-i 2 mərtəbəli, 4-ü isə 3 mərtəbəli townhouse tipli yaşayış kompleksləridir. Müasir məhəllələri var. Burada istər uşaq meydançası, istər idman meydançası var. Gözlədiyimizdən də yaxşı şəraitdir tikilən binalarda. Yəni 3 otaqlı mənzillə təmin olunmuşuq. Çox gözəldir şəraitdə, qarşılanmada. 30 ilə yaxın işğal altında qalan torpaqlarda erməni vandalizminin izləri bugün müasir şəhərlərlə, ağıllı kəndlərlə, geniş avtomobil yolları və beynəlxalq hava limanları ilə əvəz olunur. Dövlət başçısının birbaşa nəzarəti ilə həyata keçirilən layihələr nəticəsində Qarabağ və Şərqi Zəngəzur artıq regionun ən müasir inkişaf mərkəzlərindən birinə çevrilməkdədir.